Britaniya İmperiyasının ilk uğurlu keyser əməliyyatını həyata keçirdən həkim James Berry 1865-ci ildə öldü. Ancaq onun ölümü bütün dünyanı şoka salan bir həqiqəti üzə çıxartdı. Keyser doğuşları 1826-cı ilə qədər tətbiq edilən bir üsul idi. Amma ya ana, ya uşaq, ya da hər ikisi birdən həyatını itirirdi. O dövrlərdə İngiltərə İmperiyasına bağlı olan Cənubi Afrikaya, İrlandiyanın Cork şəhərindən gənc bir həkim gəldi. James Berry. O İngilis təbabətində bir inqilab edərək ilk dəfə uğurlu bir keyser əməliyyatını həyata keçirdi. Bu əməliyyatda həm ananı, həm də uşağı xilas etməyi bacardı. Bu inanılmaz uğuruna görə xeyli şöhrət qazanan James Berry sonradan İngilis ordusuna da daxil oldu və yüksək rütbələrə qədər yüksəldi. 1865-ci ildə ölüm yatağında olan James Berry, tibb bacısına öldüyümdə məni paltarlarımla dəfn edin deyə vəsiyyət etdi. Amma tibb bacısı bu tapşırığı yerinə yetirmədi. Berry'ni köməkçiləri ilə birlikdə soydular. Tibb bacısı və köməkçilər şokda idi. Çünki illərin James Berry'sinin nəslində qadın olduğunu görmüşdülər. Qadın olduğu üzə çıxan Berry araşdırılmağa başlandı. Araşdırıldıqca məsələ daha da qəribə bir hal alırdı. Çünki məlum oldu ki, James Berry adlı İrlandiyalı bir rəssam var idi. O 1806-cı ildə ölmüşdü. Yəni həkim olan James Berry'dən 59 il əvvəl. Məsələnin dərinliyinə endikdə isə James Berry'nin əslində adının Margaret Ann Berkeley olduğu ortaya çıxdı. Rəssam olan James Berry isə Margaret'in dayısı idi. O dövrlərdə qadınların tibb məktəbinə qəbul olunması mümkün olmadığından, ailəsi Margaret 20 yaşında olarkən, yəni 3 il əvvəl ölmüş dayısı James Berry'nin adı ilə 1809-cu ildə tibb məktəbinə daxil etmişdi. Beləcə Margaret həyatının qalanını kişi kimi yaşamağa məcbur qalmışdı. O qadın kimliyi ilə edə bilməyəcəyi işini kişi kimi edərək minlərlə insanın həyatını xilas etmişdi.